Bugün Ramazan ayının sonuncu günü qeyd edilən müqəddəs Qüds günüdür. Bu münasibətlə demək olar ki, bütün dünyada İsrailin Qəzza zolağında apardığı əməliyyatlara etiraz olaraq aksiya keçirilib. Bakıda da bir qrup şəxs etirazını bildirib, polis icazəsiz keçirilən aksiyaya müdaxilə edib. Bununla belə etirazçılar arasında xeyli sayda saxlananların olduğu bildirilir. Beynəlxalq Qüds günü ilə əlaqədar bugün bir qrup şəxs İsrailin Azərbaycandakı səfirliyin binası qarşısında aksiya keçirib. Etirazçılar rəsmi Təl-Əvivin Qəzza zolağında apardığı hərbi əməliyyatları pisləyiblər. Dinc Fələstinlilərin, xüsusilə uşaqların öldürülməsinə son qoyulmasını tələb ediblər. Əraziyə polis qüvvələri cəlb edilib, bir neçə nəfər saxlanılıb. Onların arasında qadınlar da var. Virtual saiti bildirir ki, 8-i qadın olmaqla 40 nəfər Yasamal rayon 27-ci polis bölməsinə aparıb. Onların izahatları alınıb. Aksiya iştirakçılarının işinin məhkəməyə göndəriləcəyi deyilib. Digər ölkələrdə də İsrailin zorakılıqlarına qarşı aksiyalar keçirilib. Ramazan ayının sonuncu cümə günü qeyd edilən Qüds günü Tehranda yüzlərlə insan İsrail bayraqlarını yandıraraq Fələstinlilərə dəstək nümayiş etdiriblər. Aksiyada iştirak edən İranın Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif ölkəsinin Qəzza zolağına humanitar yardım karqosunu göndərməyə hazır olduğunu və bunun üçün Misirdən uçuş icazəsi gözlədiklərini açıqlayıb. Əfqanistanın paytaxtı Kabildə də İsrail bayraqları yandırılıb. Amerika Birləşmiş Ştatları və Böyük Britaniya əleyhinə şüarlar səsləndirilib. Aksiya iştirakçıları Qəzza zolağındakı Fələstinlilərin arxasında dayandıqlarını bəyan edib və müsəlman dünyasını onları dəstəkləməyə çağırıblar. İsrail ordusu Qəzza zolağına bugün də avia zərbələri endirib. Ölənlərin sayı 808 nəfərə çatıb. Döyüşlərdə 32-si əskər olmaqla 34 İsrail vətəndaşının da öldüyü bildirilir.